İmam Sadiq Aleyhissalatu vesselam Sudeyr adında olan bir şəxsə buyurdu: Nəyə görə sən həftədə 5 dəfə və yaxud gündə 1 dəfə Həzrəti İmam Hüseyin Aleyhisselamı ziyarət etmirsən? Sudeyr dedi: Cu'iltu fidak, sənə fəda olum. İnnə beynənə və beynəhu fərasixə kəthirə. Mən necə həftədə 5 dəfə və yaxud gündə 1 dəfə, hər gün 1 dəfə mən o ağanı ziyarət edə bilərəm ki, mənim yaşadığım məntəqə ilə, mənimlə o ağanın arasında, Kərbəla arasında neçə fərsəx, yəni hər fərsəx 5 kilometr yarım, yəni kilometrlər məsafə vardır. Mən həftədə 5 dəfə və yaxud buyurduğunuz kimi gündə 1 dəfə, heç olmasa 1 dəfə o ağanı ziyarət necə edim? Axı, məsafə çoxdur məni ilə İmam Hüseyin Aleyhisselamın pak hərəmi arasında. Həzrət buyurdu: Bir hündür yerə qalxırsan, elə öz həyətimdə, bir balaca bir hündür yerə, səth üzərinə qalxırsan və əvvəlcə sağa və sola iltifat edirsən, yəni boylanırsan bir sağa, bir sola. Onun təhərini, qaydasını imam öyrədir, bir iş öyrədir ona. Sonra başını yuxarı qaldırıb bir baxırsan və üzü Kərbəla istiqamətinə. İndi bu özümüzdən götürək, yəni üzü cənubə, qiblə tərəfə, həyətimizdə, evimizdə bunu edək. İmam buyurur. Deyirsən, məsafə uzaqdır, amma bir şey öyrədim sənə. Mən deyən kimi elə ginən, İmam Əleyhisselam buyurdu. Sonra üzvü tutursan Kərbəlaya tərəf və belə deyirsən: Əssalamu aleykə ya Əba Əbdillah, Əssalamu aleykə və rəhmətullah və bərəkat. Salam olsun sənə ey Əba Əbdillah Hüseyin, salam olsun sənə və Allahın rəhməti və bərəkəti olsun. Bu kəlməni desən, çünki məsafə var, bu cürə iş görsən desən, tuqtab ləkə ziyarətə həccin və umrə, bir müstəhəbbi həcc və ümrə savabı yazılar sənin üçün. Bir dənə bu işvə görə hər kəs bu cürə eləsən. Sudeyr deyir: Fərubbama fəaltuhu finnəhar əksərə min 20 mərrə. And olsun deyir, İmam Sadiq Əleyhisselamın bu sözündən sonra mən elə gün olurdu ki, çox var, gündə 20 dəfə bu işi görürdüm. 20 dəfə gün ərzində, daha öz evində, həyətində də. Gündə 20 dəfə elə vaxt olurdu bu işi görürdüm. Heç olmasa gündə 1 dəfə eləyəyin, əzizlərim, hər gün. İmam Sadiq Əleyhisselam buyurubdur ki, bu işin savabı İmam Hüseyin Əleyhisselama salam verməyin, cani dildən salam verməyin savabı müstəhəbbi həcc və ümrənin savabına bərabərdir. Onu Allah Teala yazar sənə. Səlavat deyək Peyğəmbər və Ali Peyğəmbər. Biz elə uzaqdan və yaxından o ağa yadımıza düşəndə biz ona salam verərik. Ən məşhuru budur, tövsiyə olunan budur. Bütün ziyarətnamalar salam kəlməsi ilə. Mən istəyirəm bu salam haqqında inşallah danışım. Salam, bu nə sözdür? Niyə bu tövsiyə olunur? Salam sözünün kökü silim. Silim və səlamə. Səlamət sözü lüğətdə elə ərəbin ərəbə olan, lüğətdə ət-təərri min afat-ı zahirəti vəl-batinə nə deməkdir? Zahiri və batini afət və bəlalardan amanda qalmaq, səlamət olmaq, yəni bütün hər növ bəladan sən amanda olasan. Buna deyirlər salam. Salam arzu eləmək. Hətta cahiliyyət dönəmində ərəblər bir-birinə həyyəkə, belə təhəyyü deyərlər ona. İzə huyyitun, Quranda da var, elə ki, təhiyyə olundu. Təhiyyə sözünün kökü həyat. Həyat arzulamaq. Bu da yaxşı sözdür. Amma görün, Peyğəmbər Əleyhisselamdır ki, o cürə yox, həyyəkə yox, deyin, Əssalamu aleykə, səlamətlik arzu elə. Səlamətlik arzu elə. Behişt əhli, behiştə daxil olanda, Qur'an-ı Kərimin Hicr surəsində udxuluha bisalamin aminin, behişt əhlinə bu cür deyilər, cənnətə gedənlərə, möminlərə nida gələr. Buyurun, daxil olun behiştə, cənnətə
Salamla. Salam yani ki ya bu mənada ki Yasin surəsində salamun qavlan min Rabbir Rahim, Allah tərəfindən onlar salamlanar. Rəbbiləri tərəfindən möminlərə salam verirlər. Salamun qavlan min Rabbir Rahim. Ya bu mənada, çünki bu da olacaq və yaxud da həm də ikinci bir mənası da ki udxuluha bi salamin, möminlər buyurun behiştə daxil olun bi salamin, həm salamlanmaqla, alqışla, həm də səlamətliklə və əminamanlıq içərisində. Əlbəttə, dünyadakı səlamətlik arzuları bu nisbi səlamətlikdir. Yəni, sənə salam verəndə, əssalamu aleykə, yəni salim olasan, sağlam olasan, səlamət olasan hər növ bəlalardan. Bu nisbidir, çünki dünyada qocalıq var, həmişə insan cavan qalmır, həmişə insan sağlam qalmır, həmişə insan imkanlı olmur, həmişə insan izzətli olmur. İzzətli insanların da bir zaman olur ki, görsən ki, onların da əzilən vaxtı olur, incidilən vaxtı olur, haqları tapdalanan vaxtı olur. Amma həqiqi səlamətlik behiştədir. Nə xəstəlik yox orada, nə qocalmaq yox orada, nə zəlillik yox orada. Daimi əbədi nemət və daimi əbədi izzət içində olmaqlıqdır ki, həqiqi səlamətlik oradır. Və salam sözünün həm də Allahın adı da salamdır. Cənnətə Allah salam deyir, cənnət də salam. Yəd'uhum, Allah onları çağırar, dəvət eləyər hara, ilə daris salam. Allah möminləri dəvət eləyir, Allah çağırır, dəvət eləyir salam evinə, yəni cənnətə. Və Allahın da bir adı salamdır ki, Allah Qur'an-ı Kərimdə buyurur ki, bəli, o Allah ki, salamdır, mümindir, müheymindir. Mömin, Allahın bir adı da mömin, ancaq sənə, mənə, bir-birimizə dediyimiz mümindən yox, mümin sözünün, yəni aman verən, əmniyyət bəxş edən, əmniyyət verən, aman verən, bəlalardan qoruyan Allahdır. Bəli, İmam Sadiq əleyhissalam buyurdu ki, evində, həyətində, qalx hündür bir yerə, öncə sağa, sola bir mültəfit deyərlər ərəbi, yəni bir nəzər elə, sonra başını qaldır səmaya, sonra üzü Kərbəlaya tərəf və deyilən Əssalamu aleykə ya Əba Əbdillah, Əssalamu aleykə və rəhmətullah və bərəkatuh. Bunu desən, Allah sənə həc və ümrənin savabını Allah bəxş edər. O ağaya salam verməyin savabı budur. Və başqa bir rivayətdə ki, Allah Kərbəlanı görməyi nəsib eləsin inşallah, təkrar sizlərə dəfələrlə. Zəvvar ki, gəlib o ağanın qapısına yetişəndə Həzrət onun savabını sadalayır. Bu ki, elə ki, gəlib o qübbə deyərlər, o qübbənin qapısı, hərəmin qapısı. İzni duxul oxuyandan sonra içəri daxil olursan, oradakı salam verirsən, onun savabı bilsən nədir? Salamlaşdın İmam Hüseyin əleyhissalamla, onun savabı bilsən, Allah onu nicat tapanlardan, muflihlərdən qərar verir. Muflih kimlərdir? Allah Qur'an-ı Kərimdə buyurur. Qəd əfləhəl mü'minun. Nicat tapanlar möminlərdir. Muflih kəlməsi gəlib. Kimlərdir? O kəslər ki, daimi namaz qılarlar. Namazların xuzu-xuşu ilə qılarlar. Qəlblərində xuzu-xuşu ilə neçə mərtəbə əməllər sayır. O muflih rütbəsini qazanmaq üçün və yaxud ki, çox-çox oxuduğumuz surələrdən Bəqərə surəsinin əvvəlində Ulaikə humul muflihun Əl-ləzīnə yu'minunə bil-qeyb və yuqimunəs-səlah və mimma rəzəqnahum yunfiqun. O kəslər ki, qeybə iman gətirərlər, namaz qılarlar, onlara verdiyimizdən nəfəqə verərlər, sair. Axırda deyir ki, ulaikə humul muflihun. Nicat tapan kəslər bunlardır. Amma bax, bir kişi, bir ağa, bir imam ki, İmam Hüseyin əleyhissalam, onun qapısına gəlib çatanda bir dənə salam olsun sənə, ya Hüseyin deyəndə, artıq Allah o rütbəni sənə verdi. Qur'an buyurur, neçə mərhələ keçmək lazımdır o rütbəni qazanmaq. Amma İmam Hüseyin əleyhissalamın qapısı elə bir qapıdır ki, orada gəlib onun ağzında, qapının ağzında durub, kandarında durub, o salamı verməklə artıq Allah nəzərində o cürə dəyişdin sən. O cürə dəyişdin, nicat tapanlardan sənin adın yazıldı. Əssalamu aleykə ya Əba Əbdillah Hüseyin. Bəli, salam kəlməsi Qur'an-ı Kərimdə
Selamun alel murselin. Salam olsun peyğəmbərlərə. Saffat surəsində. Selamun əla Nuhin fil aləmin. Salam olsun Nuhə aləmlərdə. Selamun əla İbrahim. Selamun əla Musa və Harun. Allah peyğəmbərlərdən danışır və buyurur, salam olsun onlara. Salam olsun onlara. Peyğəmbərlərə buyurur, salam olsun onlara. Peyğəmbər Əkrəm, Əssalamu aleykə ya Rasulallah, Əssalamu aleykə ya Habiballah, Əssalamu aleykə ya Xatəmən Nəbiyyin. Salam olsun sənə ey Allahın Peyğəmbəri, ey Allahın Həbibi, ey Peyğəmbərlərin xətmi. Əzizlərim, Peyğəmbərlərə ziyarətnamələrdə 1 və ya 2 salam verilir. Kimin məclisinə gəlmişik? Elə bir məclisdə, elə bir şəxsin məclisində eləşmişik ki, Peyğəmbərlərə 1 və ya 2 salam verilir. Xatəmul Ənbiya, Həzrət Peyğəmbər əleyhissalama neçə kəlmədir, amma elə onun özünə ünvanları, Peyğəmbərə. Amma ağa İmam Hüseyin əleyhissalatu vəssalam. Salam olsun sənə ya Hüseyin və əla ruhikə və bədənikə. Sənin ruhuna, sənin cismivə salam olsun. Müqəddəs Nahiyə ziyarətnaməsi İmam Zaman ağadandır. Əccəlallahu fərəcəhu şərif. Görün, əgər Peyğəmbərlərə 1 salam verilir onların özünə, görün İmam Hüseyin əleyhissalam necə yad olunur, necə ona salam verilir. Əssalamu ələşşeybil xədib, salam olsun o qanına bulaşan saqqala salam olsun, üzə salam olsun. Torpaqlar üstündə düşən, torpağa qərq olunan o üzə, o yanağa salam olsun. Əssalamu ələl bədənis səlib, torpaqlar üzərində uzanan, doğram olan o bədənə salam olsun. Əssalamu ələl zəqril məğrui bil qəzib, salam olsun o dişlərə ki, Yezid məlun əlində çöplə, çubuqla vururdu o dişlərə, o dodaqlara, o buruna. Təsəvvür elə, oğlun gözünün qabağında, adam özün bir təsəvvür eləsin ki, insan qalıb atasının başını kəsiblər, gətiriblər, oğlun gözünün qabağında, qızın gözünün qabağında, bir əyyaşın biri əlinə çubuq alıbdır, vurur onun atasının dişlərinə, ələ salır, istehza eləyir. İndi gör İmam Zeynul Abidin əleyhissalam nə çəkib, xanım Zeynəb səlamullah əleyha nə çəkib. Salam olsun o vurulan dişlərə. Əssalamu əla rə'sil mərfu, salam olsun kəsilən və nizəyə sancılan, küçə və küçə gəzdirilən, bazar və bazar gəzdirilən, Küfədən Şama aparılan, başa salam olsun. Salam olsun o sınan qabırğalar, atların dırnağı altında sınan qalan sinəyə salam olsun. O sinə ki, Peyğəmbər əleyhissalam öpübdür. Cənab-ı Cəbrail onu qundağını aparıb ərşə. Amma bir zaman gəldi, şimir məlun çəkməsin qoyub, əyləşdi, yapışdı imamın saqqalından, başını kəsdi. Salam olsun o sınan qabırğalara, o sinənə. Salam olsun sənə ya Əba Əbdillah, ya Hüseyin, bu cəmidən yeksər, salam olsun sənə. Ya Hüseyin, bu cəmidən yeksər salam olsun sənə. Bizdən ey fərzəndi Peyğəmbər, salam olsun sənə. Salam verək inşallah biz də ağaya. Bizdən ey fərzəndi Peyğəmbər, salam olsun sənə. Ey minayı eşqidə torpaqlar üstə can verən. Ey minayı eşqidə torpaqlar üstə can verən, canını Allah yolunda teşnələb qurban verən, nazənin başın tənuri xulbiyə mehman verən, ey qalan gül peykərin bisər, salam olsun sənə. Əssalamu aleykə ya Əba Əbdillahil Hüseyin.